damaq tadıma uyğun gəlmir. Sabahınız xeyir. Səhər saat 9-dur. Artıq Budapeştdən çıxdıq, gəldik Bratislavaya. Elə avtovağzaldayıq, Flixbusla gəldik. Çox rahat səyahət elədik. 2 saat yarıma gəldik birbaşa Nevi deyilən bir yerə. Ataram sizə. Bura Moldu. Hə, Moldu. Səhv eləmirəmsə. Moldu, həm də avtovağzaldır. Buradan şəhərin mərkəzindən bir çox yaxındır. 10-15 dəqiqə məsafədir Bratislava mərkəzə. İndi buradan otelimizə gedirik, tez bazar və işlərimizi yerləşdirib şəhəri gəzməyə başlayacaq. Getdik o zaman. Getdik. Çox soyuqdur, dəhşət. Yəni Mənfidə- mənfi 1 göstərir, amma Amma hiss edilən bir mənfi 5-6 falandır. Bura Dəhşət gələn soyuq. kimi yəni dondum. Əllərim, Yağış ayaqlarım yoxdur. buz kəsdi. Budapeştdə yağış var idi. Burada yağsa o saat qar yağacaq. Mənfidir. Hava çox soyuqdur. Ona görə də tez şərfimizi, papağımızı, Əlcəyimizi taxmışıq. taxdıq. Ona görə çalışın. Qış vaxtı gəlsə bunlara diqqət edin. İndi səhər yeməyə gedirik. Saat 10. Saat 10-dur. Uyğun qiymətə səhər yeməyi edə bilərsiniz. Ondan sonra şəhər gəzintisinə başlayacaq. Bratislavanın mərkəzində Yemə adlı bir məkan tapmışıq. Yemə. Ucuz və sərfəli. Yemə, amma ye. Hə, belə maraqlı bir zarafatdan sonra giririk içəri. Görək nələr var, nələr yox. Şəhər mərkəzinə yaxındır. Əslində şəhər mərkəzinə. Şəhər mərkəzidir. Şəhər mərkəzi tam oradan girişi sayılır o hissədən. Belə çıxan kimi Və burada. çıxan kimi burada tam qarşıda belə bir restorandır. Gedək görək. Çox soyuqdur, isinək, çay içək, həm də yemək yeyək. Gəlin. Uşaqlar səhər yeməyini aldıq. Bir dənə 4 avroya belə bir sendviçdir. 3 avroya da bir dənə çay. Burada çay həqiqətən bahadır. Burada avro işlədiyi üçün elə avro ilə deyirəm. 4 avroya sendviç, 3 avroya da çay. Əgər mənim kimi çayxorsunuzsa, çay çox böyük problemdir. Həm içmə. bahadır, həm tapmaq çətindir. Onda yeyək, yemədə yeməyimizi başlayaq şəhər turuna. Yeyək. Səhər yeməyindən çıxdıq. Bratislavanın soyuq səhərində. İndi Old Town-u gəzirik. Old Town-da bir iki görməli yer var. Bratislavada, onları göstərəcəm sizə. Bratislava ümumiyyətlə kiçik bir yerdir və ona görə çox elə görməli yeri də yoxdur əslində. Yəni olan yerlər maksimum bir gün içində görülüb bitirilə bilər. Gedək onda bir iki yerlər göstərəcək sizə. Gedək. Uşaqlar, Bratislava əslində biraz heykəllər şəhəridir. Şəhərin çox yerində heykəllər görə bilərsiniz. Onlardan biri də Cumildir. Belə kanalizasiya, santexnikdir, yoxsa kanalizasiya işçisidir. Nədir bilmirəm. Amma bir rivayət də var ki, gəlib Cumilin başını belə oxşuyanda istədiyin bir dilək yerinə yetir. Yəni diləyi tutursan yerinə yetir. Mən də indi düzdür, heykəldən belə bir şey gözləmək nə qədər doğrudur. Amma eləyirəm, bəlkə nəsə olar. Demişdim də, heykəllər şəhərdə çoxdur. Bunlardan da biri Şöne Nati. Görün, bunun düz. Yaraşmalıdır mütləq. Soymağa başlayır, önce bir dənə içimiz isinsin deyə isti şərab aldıq. 3 avrodur bir dənəsi. Yəni bu balaca boydur, məncə yaxşıdır. 3 avro bəsdir. Baxın bir dənə. Bu biraz aroması tündür, çox aroması var. Bir dənə yoxlayarsan. Burada maraqlı bir məkana gəldik. İndi çıxışda adını çəkib göstərərəm sizə. Sırf içəridə konsept ancaq bundan ibarətdir. Belə bu çörəkdən hazırlanıb, xüsusi sanki supun qabı şəklində, kap şəklində hazırlanıb və içərisində supdur. Bunu xanım dedi ki, qarışdırıb elə içməliyəm. Qarışdırdım. İndi isə bunun ümumiyyətlə yeyilmə şəkli, supu içib, bu çörəyi isə dişləyib yemək lazımdır.
Dadlıdır. Bəyəndim. Qəribə bir dadı var. Və yaxınlaşırıq Mişel qapılarından içəri girməyə. Burada çox maraqlı belə bir turistlərin marağına səbəb olan bir şey var. Gəlin göstərəcəm. Tam olaraq bu nöqtədən dayananda buradan müxtəlif istiqamətlərə neçə kilometr uzaqlıqda olduğunu göstərir. Məsələn, burada İstanbul çarpdı gözümə. 1231 kilometr. Və müxtəlif şəhərlər, Sofya, Atina, digər tərəfdə də həmçinin Varşava bu şəkildə. Soyuq get-gedə artır, bir də təmiz bürələnmişəm. Bayaq isti çay da içdim, təsir eləmədi. Amma yenə də gəzməli yerləri göstərməliyəm. Şəhərin ən böyük katedralı olan St. Martins katedralıdır. İndi içərisinə girməyə çalışacaq. Görək, pulludur, bilmirəm, içərisi pulludur, pulsuzdur. Gedək baxaq. İçərin uşaqlar icazə vermirlər, ayin gedirdi içəridə. Yəni, içərisi həqiqətən maraqlıdır. Amma belə çöldən və görüntüsü qəşəkdir. Bax, gəlməyə dəyər. Barmaqlarımın ucunu artıq hiss eləməsəm də gəzməyə davam edirik və indi qalxırıq şəhərin ən yüksək nöqtələrindən olan Bratislava Castle adlanır bu qalxdığımız yer. Və oradan şəhərin çox gözəl bir panoramik mənzərəsi görünür. Gedirik. İnşallah soyuqdan donmasaq, məntəqəyə çatanda yenidən video çəkəcəm. Deyirəm ki, bu havada bura gələn ağlı yoxdur. Sən nə deyirsən? Məncə də. Və bu arxamda gördüyünüz Bratislava Castle-ın ən əsas nöqtəsidir. Bayaq da sizə videoda göstərdim. Doğrudan qapıdan içəri girər-girməz adamın gözünü oxşuyur. Bu görünən arxamdakı bina çox qəşəng görsənir. Əsas mənzərə isə qabaqdadır. Buradan indi o panoramik görüntünü sizə göstərəcəm. Az sonra. Uşaqlar, Bratislava Castle-ı gəzdik, bitirdik. Belə ərazisi belədir. İndi gedirik yemək-yeməyə görə Slovakiya, mən bilmirəm, Slovakiya mətbəxində nə var? Mən bir neçə dənə yemək araşdırmışdım, düz indi adlarını xatırlamıram. Çox uzun və qarşı adları var. Amma gedək orada, yəni sifariş verəndən sonra çəkib sizə göstərəcəyik. Görək Slovakiya mətbəxində nə var, nə yeyirik? Sonra yemək yemək üçün belə bir məkan seçmişik. Slovak pub deyə keçir adı. İçəridə əsasən milli yeməklər üzərinə işləyirlər. Hələ ki oturmağımız üçün gözləməliyik. Please wait to be seat. Fulldur çünki ona görə. Buranın məşhur bir restoran var, Slovak pub. Məşhur yerdir. Burada da milli yeməklər var. Onlardan sifariş verdik. Ən əsası burada milli yeməklərdən biri krem sup var. Sarımsaqlı krem supdur, çörəyin içində. Görə bilirsən, yoxsa göstər. Burada krem sup var.
Bir dənəsi 6.50-yədir, 6.50 avro. Onu sifariş verdik. Bir də buranın məşhur pivəsi var. Zlati Bazontu, Zlati Baznuttu, nəsə bir şeydir. Hə. Bir dənəsi 0.3'ü 2 avrodur. Yəni onu yoxlayacağım pivə olaraq. Bir də burada məzə seti kimi bir şey var. O da buranın millidir deyəsən. Bu olan məsəl ümumi qarışıq şeylərdir. O da 21.90-adır. Porsiyonları böyükdür. Yəni gəlsin yeməklər, yeyib dadına baxacaq. Görüm sarımsaq, buram sarımsaq hissi gəlir. Görüm necə dadır, biraz qarışdırım. Dadlı da yoxlamağa dəyər. Bir dənə də buranın məşhur pivəsi var. Zlati Bazant. Məşhur Slovak pivəsidir. O da dadlıdır. Yağ kimi gedir. Bunları gəlsəz traditional yerləri bu Slovak pubda yoxlaya bilərsiniz. Bu Haluskidən yoxlayıram. Adını səhv deyirəmsə bütün Slovaklardan üzr istəyirəm. Görün bu nədir belə. Belə sarımsaqlı xəmir kimi bir şeydir. Başa çanmadır. Keçi pendiri var burada. Amma o qədər də bəyənməm. Bir dənə bu cüzə kimi bir şey var. Onu yoxlayayım bir dənə. Görün bu bizim cüzəyə oxşur. Görün bu nə dadır. Bu pis deyil. Bu dadlıdır. Bunu da yoxlaya bilərsiniz. İnternetdə araşdırdım bu nədir, bunlar daha doğrusu. Bunlar kartof xəmiridir. Yəni kartofu götürüb nəsə belə su ilə zatla qatıb belə bir topalaşdırıblar, soğança falan düzəldiblər. Amma o qədər də yaxşı deyil, bəyənmədim. Bu da eyni variantdır, prosta bu üstünə qaymaq töküblər. Qaymaq biraz işi qurtarır. Bundan biraz yemək olurdu, amma bu o qədər də yaxşı deyil. Yəni kartofun heç yaxşı variantı deyil bu. Bu da pis deyil, bu cürzə yemək olar. Yəni Slovakiya mətbəxi biraz damaq dadıma uyğun gəlmir. Amma yenə də təbii ki gəlmiş isə yoxlayıb dadacaq. Bu qədər yol gəlmişdən təbii ki milli mətbəxə baxmaq lazımdır. Hava yavaş-yavaş qaralır. Deyəsən bu gün qarlayacaq. İncədik Dunay çayının sahili tərəfə. Orada deməli çayın körpü var. Körpüdən demək şəhəri iki yerə bölür. Burada Budapeşt kimi, buranda Bratislavanda. İndi onun üstündə UFO Bridge deyilən bir yer var. Körpünün üstündə belə UFO kimi uçan tarika fason bir şey düzəltdilər. Yuxarısına da qalxmaq da olur. İndi UFO Bridge-ə gedəcək. Görək çıxa bilsək yuxarısına deyəsən 10 avrodur ya 7 avrodur. Yuxarısına çıxa bilsəm yuxarısından da video çəkəcəm. Uşaqlar, tam öndə UFO Bridge-i görürsünüz. Tam üstündə də yuxarıda görürsünüz UFO-ya oxşayan bir şey düzəldiblər. UFO dediyimiz yəni uçan boşqab kimi. Adı da UFO Bridge-dir. Tam üstündə restoran var. Üstünə qalxmaq olur. Bilməm, indi panoramik görüntüsü var yoxsa necədir. Baxdım bugün axşam 11-ə kimi işləyir. İndi ora getməyə çalışacağım. O biri tərəfə keçəcəm. Bratislavanın. Oradan görüm yuxarıya qalxa bilsəm, bütün panoramik görüntünü yuxarıdan çəkib sizə göstərəcəm. Gedək. İndi UFO Bridge-in terasına qalxacaq. Biletləri aldıq. Bir nəfər üçün 12.50-dir. Yəni 2 nəfərə 25 avro pul verdik. Məsələn, biraz bahadır. Amma indi daha bura qədər gəlmişik, çıxmaq lazımdır. Bu gecə görüntüsü üçün bu qiymətdir. Gündüz saatlarında 10 evroydu. Gündüz 9 ya 10 evrodur. Axşam biraz görüntü var deyə biraz qiymət yuxarıdır. İndi qalxaq terasa. Buradan bütün Bratislava görsənir. Yüngül bulud var, amma gecə görüntüsü maraqlıdır. Mənzərə möhtəşəmdir. İndi sizə çəkib göstərəcəm. Bura təbii ki daha soyuqdur.
Baxın uşaqlar, buradan Martins katedralını görə bilirsiniz. İşıqlı tam qarşımda. Yaxınlaşdırım sizin üçün görürsüz. Sol tərəfdə isə qala görürsüz, bulutludur bir balaca. Tam net görsənmir. Amma Bratislava qalasında artıq yerini görürsüz. Uşaqlar, videonun sonunu çöl dəhşət soyuğudur. Telefon, iPhone buzdadı, işləmədi. iPhone bu soyuğa dözmür. Məcbur otelin içərisindən videonu sonlandırırıq. Ümumiyyətlə Bratislavanı çox bəyəndim. Balaca şəhər olsa da, məncə. Balaca şəhər olsa da çox maraqlı, belə bir gününüzü yəni yaxşı keçirmək, dəyərləndirmək üçün məncə ideal seçimdir. Bir gün üçün ideal seçimdir. Səhər gəlib axşam şəhəri artıq bitirmək. Yəni düşünürəm ki, bizim də seçimimiz belə ideal oldu. İnşallah yeni videolar üçün takip atmağı unutmayın. Ən əsası video like qoyun, komment bildirin. Kanalımıza abunə olun. Yeni videolarda görüşənədək özünüzə yaxşı baxın. Hələlik.